Daha bir sübutlar mobil telefona, mobil cihazlara və sosial şəbəkələrə kənardan müdaxilə etmə və idarə etmə ilə bağlı. Girir YouTube-a, mənim səhifəm Məcid Abdalov, mənim səhifəm, mənim videolarım. Diqqətlə baxaq. Hansı videolarda ki, narkotik dövriyyəsi ilə bağlı yazışmalar və sübutlar var, bu video görüntüdə Sərhəd Qoşunları komandanından, belə deyək də, Sərhəd Qoşunları Elcun Somda, Daxışlar Nazirliyindən üzbəüz hospitalda alınan rüşvət idi bu yazışmada. Digər yazışmalara baxaq. Və bu hər iki video. Bu hər iki video da həmçinin bu videolar xüsusi xidmət orqanı Alatavada yaşayan Vahabi əməkdaşının öz Vahabi əlalası Cəlalın əli ilə aldığı rüşvət planlarıdır. Bu təhsilatda işləyən Niyazidir. Hansı ki, belə bir çirkin oyun qurdular. Bu təhsilatda işləyən Niyaziyə bu şirkətə tapşırıq verən şəxs Kəmaləddin Heydarovun, nazirin, Fövqəladə Hallar naziri Kəmaləddin Heydarovun Vahabi oğlunun işlərini görən şəxslərdir bunlar. Və Əbdülvahabdan əmələ gəlmə bunlardan istifadə edib. Bu şəxsin adı Ayazdır, həmən şirkətdə işləyir, Elvinin şirkətində. Elvinin öz növbəti tikinti şirkəti var. Bu narkotik dövriyyəsi ilə bağlı xüsusi xidmət orqanı əməkdaşı rüşvət alsın deyə. Bu da Ayazın əlaqə nömrəsidir, Elvin şirkətində işləyir. Bu həmən Elcunun nömrəsidir, hansı ki, Somdan əməkdaşıdır və Somdan əməkdaşı olaraq Dövlət Təbii Xidməti narkotik dövriyyəsinin izini itirməklə Elcundan istifadə elədilər və Sərhəd Qoşunları komandanlarından bir növ belə deyil, rüşvət aldılar. Bu da Elcunun əlaqə nömrəsidir, 070. Digər video hansı ki silinib. Yenə Niyazi M Tədrisat Elmətdirin nömrəsi. Şəhruzla bir yerdə burada əməkdaşdan işləmişdik. Deməli, ikili oyun quruldu. Mənim ətrafımda olan bütün insanlar təzyiqlərə, təsirlərə məruz qaldılar ki, bu şəxslər öz çirkin dövlət əleyhinə olan cinayətlərin əsas bir hissəsi olan narkotik dövriyyəsinin izini itirməyə çalışsınlar. Bu yazışmalar da fakt ki, sübutdur ki, məni Cəlalın əli ilə, Vahabi Cəlalın əli ilə işgal edib göndərdilər. Adam var demişəm, açar gəlsin sənə versin amma. Bu da həmən o Ayazın səsidir, Elvinin işçinin səsidir. Bu həmin obyektdə işlədiyim yazışmalardır və sübutlardır ki, mən həqiqətən Daxışlar Nazirliyindən üzbəüz, Daxışlar Nazirliyinin hospitalından üzbəüz orada iş görmüşəm. İş görmək bahanəsi ilə məni xüsusi xidmət orqanı istiqamətləndirdi Somdaya. Somdada orada məni Sərhəd Qoşunlarının əməkdaşlarına təqdim eləyərək Sərhəd Qoşunları komandanından küllü miqdarda rüşvət aldı. Bu video görüntüləri YouTube-a qoymağa qoymurlar. Bizim bu təxribatçımız icazə vermir. Görürsünüz, harada narkotik dövriyyəsinə aid yazışmalar var, onlar yoxdur.
Gördüyünüz kimi bu proqramı yazışmaları və sübutları qoymadılar ki, mən YouTube-a yüklüyüm. Yenidən cəhd göstərəcəm. Ümid eləyək ki, bunları yükləyə biləcəm mən. Bu sübutları.